Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Səməd Vurğun adına yaradıcılıq evində Mədəniyyət Nazirliyinin əməkdaşları üçün korporativ düşərgə təşkil olunub. Düşərgə proqramına uyğun olaraq sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. İştirakçılar intellektual oyunlarda və idman yarışlarında fəal iştirak ediblər. Ümumilikdə, komanda quruculuğu elementlərini özündə birləşdirən tədbir interaktiv, maraqlı və dinamik formatda keçirilib və iştirakçıların yüksək fəallığı ilə yadda qalıb. Qeyd edək ki, Azərbaycan Mədəniyyəti 2040 mədəniyyət konsepsiyası çərçivəsində təşkil olunan korporativ düşərgənin əsas məqsədi Mədəniyyət Nazirliyinin əməkdaşları arasında effektiv ünsiyyətin gücləndirilməsi, komanda ruhunun inkişaf etdirilməsi və vahid fəaliyyət yanaşmasının formalaşdırılmasıdır.